Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Bəhsimiz dəstəmaz barəsində idi və bundan qabaq qardaşların diqqətinə çatdırdıq ki, Qur'an-ı Kərimdə dəstəmaz barəsində ayənin özün izah edəndə, ümumi zahirinə baxanda yumaq yox, ayaqları məhz çəkmək əldə edilir. Sonra əhl-i-sünnə alimlərinin də ayə barəsində fikirlərini qardaşların diqqətinə çatdırdıq. Sonda əhl-i-sünnə mənbələrindən o hədislər ki, Peyğəmbərimizdən, yaxud da sahabələrdən, yaxud da tabeinlərdən nəql olunub ki, dəstəmaz zamanı başına və ayaqlarına məhz çəkiblər. Amma bugünkü bəhsimiz o hədislər ki, yumaq deyir, yumaq hədislərinin mənası nədir, izahı nədir, zəifliyi hansıdır, düzgünü hansıdır və bizim ona cavablarımız hansıdır? Yumaq hədislərinin özünün iki yerə bölmək olar. Birinci o hədislər ki, əhl-i sünnə qardaşlarımız gətiriblər, onların özündə məhz kəlməsi gəlib. Güya Peyğəmbər məhz çəkməyi gördü və bunu inkar edib danladı. Səhih Buxarinin hədisində dünən də ki gətirmişdim, göstərdim. Səhih Buxari nəql edir hadisəni. Dünən də sizə qısa dedim. Peyğəmbərlə səfərdəydik. Peyğəmbər arxadaydı. Biz Peyğəmbərdən qabaqdaydık və gəldik, dəstəmaz aldıq. Dəstəmaz alırdıq, ayağımıza məhz çəkdik. Bu zaman Peyğəmbər gəldi və belə bir cümlə dedi. Vaylun lil aqab minən nar. Vay olsun arxası üstə cəhənnəmə düşənlərə. Deyirlər Peyğəmbər güya məhz çəkməyi gördü və buyurdu ki, vay olsun, belə üzə məhz çəkənlərə, ayağa məhz çəkənlərə yumaq lazımdır. Narahat oldu məhz çəkməkdən, ona görə buyurdu ki, vay olsun onlara, onlar cəhənnəmə arxası üstə düşəcəklər. Çoxlu hədislərin özü ki var, dəli gətirib bulardır. Biz deyirik əksinə, bu hədislər bizim xeyrimizədir. Necə ki, Buxarı bunu nəql edib, Səhih Buxardan əlavə Səhih Müslim də bunu nəql edib. O cümlədən başqa mühəddislərdə, hədis elmində olan hədisçilər bu hədisi nəql ediblər. Amma orada belə bir izah veriblər. Nədir? Ayaqlarını təmizləmirdilər. Ayaqlarına çiş yapışırdı. Yaxud da üzr istəyirəm, ərəblər, xüsusən səhrada yaşayanlar ayaq yalan gəzirdilər. Ayaq yoluna gedəndə o nəcis səpələnirdi onların ayaqlarına. Onlar gəlib belə də dururdular. Ayaqlarının altını təmizləmirdilər. Hele ona görə də sualı belə qoyublar. Peyğəmbər bu ki, vaylun, vay olsun lil aqab, arxa, arxa. Arxa kəlməsini istifadə edir. Axı, məhz çəkməyin arxaya nə dəxli var? Peyğəmbər, axı biz ayağımızın altına məhz çəkmirik. Ayağımızın üstünə məhz çəkirik. Qədəm dillərə. İndi burada bizim əqidəmiz budur ki, əksinə bu hədislər bizim fikrimizi təsdiq edir. Peyğəmbər məhz çəkməyi gördü, Müslim nəql edir. Ayaqları çirkin idi. Ayaqları çirkin olub, nəcasətlə, aludə olub, namaza duranları Peyğəmbər deyir ki, belə ayaqlarla, belə bədənlə, çirkin, nəcislə namaza duranların vay olsun halına. Müslimin nəqlin Buxarı gətirməyib. Mən olsun gətirməyib. Müslim, Səhih Müslim, o gətirib, başqaları gətirib. Necə ki, Fəxr üzr istəyirəm, Təbəri özünün təfsir kitabında ki, dünən də bunu göstərdim, həmin bəhsin özündə o cümləni tam olduğu kimi çatdırır. Baxın, vaylun lil aqab, vay olsun arxası üstə olanlara və butunil aqdam minən nar. Peyğəmbər belə demir daha, izahlar müxtəlifdir. Təbərinin nəqlində hətta belədir. Belə demir, vay olsun, vaylun lil aqab minən nar, vay olsun arxası üstə oda gedənlərə. Əlavə bu var. Butunil əqdam, butun bətnin cəmidir, içi, əqdam qədəmin cəmidir. Ayaqlarının altı, ayaqlarının altı, yəni ayaq ki var, pəncə onun altı. Ərəbcəsi budur. Vaylun lil aqab və butunil əqdami minən nar. Vay olsun, arxası üstə və qədəmlərinin altına, üstə oda düşənlərə. Selamun aleyküm və rəhmətullah. Təbərinin bax, nəli budur? Təbəri özü bunu öz kitabında nəql edib. Deməli, Müslimin nəqlin, Buxarının nəqli yanında qoyanda deyir ki, onların ayaqları, əleyhissalam, onların ayaqları çirkin olurdu, ozur dururdular. Əhl-i sünnə bunun kitablarda deyiblər. Bunun özünə də hətta
Bəzi alimlər özləri də buna işarə vurublar ki, bu hədislər ki biz çəkirik yumay barəsində, Peyğəmbər gördü biz məhz çəkdik, belə bir cümlə işlətdi. Vay olsun arxa üstə cəhənnəmə düşənlərə, özləri dedilər ki, bu hədisləri ki biz yumağa dəlil gətiririk, bəziləri bu hədisləri hətta məhz çəkməyə dəlil gətiriblər. Əhlüsün özü etiraf edib. Kimdir? Bidayətül Müctəhid İbn Rüşd. 1-ci cild 16-cı səhifə. İbn Həcər Sahih Buxariyə şərh yazıb, Fəthül Bari. 1-ci cild 213-cü səhifədə. Qastalani İrşadus Sari 1-ci cild 248-ci səhifədə. Ki, özü deyib ki, bu Müslümün hədisində olanların özü və bu hədisi ümumi bir-birinin yanına yanaşı qoyanda hədisləri, hətta bunlardan məhz çəkməyə də dəlil istifadə edənlər var. Peyğəmbər, sadə deyirəm, qısa bir daha, Peyğəmbər məhzə etiraz eləmədi. Çünki Buxarinin də, Müslümin də nəqlində nə var? Biz məhz çəkdik. Peyğəmbər məhzə etiraz eləməyib. Peyğəmbərin o cümləsi ki var, vay olsun o adamlara, arxası üstə cəhənnəmə gedəcəklər, baxırıq ki, elə əqab kəlməsi, onlar ayaqlarının altın, arxasını təmizləmirdilər. Peyğəmbər məhzə etiraz eləməyib. Nəyə etiraz eləyib? Ayaqların, ölənlərin, ayaqların çirkin olmasına. Bu bir. 2. O hədislər ki, gətirirlər qardaşlar yumaq barəsində, o hədislər birbaşa müxalifdir. Nə ilə? Quranla, Allahın kitabı ilə. Necə ki, Fəxr Razi dedi, o cümlədən Hələbini dedi, İmam Sendini dedi, bunlar hamısı özləri dedilər ki, Qur'an-ı Kərimin özündən, o cümlədən İbn Həzm Əl-Muhalla kitabında dünən göstərdim, etiraf edirlər ki, Qur'anın zahirindən nə çıxır? Məhz çıxır. İndi yaxşı, o hədislər ki, gətirirlər bu məhsin qabağında, bu hədislər məhslə düzgün gəlmir. Və üsul elmində, Əhl-i Sünnənin üsul elminin mən 2 kitabını deyirəm. Əl-Muvafiqat Liş-Şatibi, müəllif Şatibidir. 3-cü cild 6-cı səhifə. İhkamul Əhkam Lil-Amadi. 3-cü cild 213-cü səhifə. Özləri deyirlər ki, hədis elmində isbat olunub ki, xəbər vahid, Quranın qabağında dura bilməz. Yəni, hədislər mütəvatir olsa, ehtimal var ki, ayənin nenəsin? Hökmün götürsün. Ayənin hökmü yox, hədislərə əməl eləyək. Amma bir hədis, tək-tək hədislər gəlib, bir neçə hədis gəlibsə, onlara hədis elmində, termində nə deyirlər? Xəbər vahid, tək hədislər. Tək hədislər Allahın kitabı ki, qətidir, dəqiqdir, sübut olunur, məhz olunmalıdır, qrammatika ilə də uyğundur, onu hədislər, tək-tük hədislər aradan apara bilməz. Gərək mütəvatir hədislər ola. Aleykəssalam və rəhmətullah. Gərək mütəvatir hədislər ola. Necə ki, Fəxr Razinin özü də hələ öz kitabında bunu nəql eləyib və cümləsi belədir, deyir, o adamlar ki, deyirlər, hədis gəlib götürür ayəni, ayə deyir, məssək, hədislər deyir, yücünan, o vahid hədislər ki var, tək hədislərin özü, la yəcuzu dəf'u zalikə bil əxbar, li'ənnaha bi əsərrihə min babil ahad. Çünki bütün bu hədislərin hamısı nədir? Min babil ahad, tək hədislərdəndir, tək. Və nəsxul Qur'an bi xəbəril vahid la yəcuz. Fəxr Razi. Quranın ayəsində bir-iki hədislə nəsx eləmək, hökmü götürmək düzgün deyil. İndi, necə ki, bəzi əhl-i sünnənin alimlərinin özləri də hətta ayənin özünün nəsx olunmasını hədislər vasitəsilə, vahid hədislər deməyin etirafdan əlavə bunlar deyilblər ki, məsələn üçün, Fəthül Baridə İbn Həcər 1-ci cild 213-cü səhifədə deyir ki, alisinin dediyi ki vardır, onun əqidəsi nəsx olunur, bu nəsxin özü düzgün deyil. Hətta nədir? Avham min buyutil ənkəbut. Quranın terminlərindəndir. Allah Teala Quran-ı Kərimdə buyurur, ən zəif ev kimin evidir? Hörümçəyindir. Deyir, onun bu fikri ki var, ayənin nəsx olunmağı, əhl-i özü etirafı, alisinin fikrinə irad eləyir. Hörümçək torunun, hörümçəyin qurduğu evdən də zəifdir. Başqa bir dəlil. Dünənləri dedik, bir daha deyirik. Quran-ı Kərimin Maidə surəsi, əhl-i sünnə qardaşlarımız deyirlər ki, axırıncı nazil olub və onda nəsx olunmuş heç bir ayə yoxdur. Ayağa məhz çəkin. Hardadır? Maidə surəsində.
Bəziləri deyir ki, düzdür məsdir, amma həmin məs ayəsi götürülüb, nəsx olunub. Nə ilə götürülüb? Hədislə. Cavablar verdi, bir cavab da budur. Maidə surəsi axırıncı nazil olub, o surədə heç bir götürülmüş ayə, nəsx olunmuş ayə yoxdur. Dəlil Əhlüsünnə alimi Əd-Durrul Mənsur, Suyuti, Əhməd, Əbu Ubeyd Fəzail kitabında. O cümlədən də Əd-Durrul Mənsurun əlavı bunlar Fəzail kitabında. Əhməd Fəzail kitabında nəql edib. 2. Nuhas Nasix kitabında, Nəsai, Hakim, Beyhəqi özünün Sünən kitabında qeyd ediblər ki, Maidə surəsi axırıncı nazil olub, onda heç bir nəsx, götürülmüş hökm, ayənin hökmü, ayə nə olub? Götürülməyib. Siz deyirsiniz, Maidə surəsində dəstəmaz məsdir, amma hədislər onu götürüb. O yandan da özü deyirsiniz ki, Maidə surəsində heç bir götürülmüş ayə yoxdur. Əlbəttə, əvvəldə bəziləri dedim, qardaşları get çatdılar, xatırladıram. Ayənin qabağında hədis dura bilməz. Xüsusən tək hədislər, vahid hədislər. Biz Quranla hədislərlə üzləşdik, gərək neyək? Ayəni heç vaxt bunlar nəsx eləyə bilməz. Usul elmində də bu isbat olunmuşdur. Axırıncısı, bizim qabağımıza iki cür hədislər çıxır. Bir dəstə hədislər deyirlər, yuyun ayağınızı. Bir dəstə hədislər deyirlər, məs çəkin ayaqlarınıza. Biz bu hədislərin doğru olduğunu yoxlamaqdan ötürü bütün İslam dünyası deyib, hədislərin birinci doğruluğunu yoxlamağın yolu onu Qur'anla uzlaşdırmaqdır, Qur'ana uyğunlaşdırmaqdır. Yuyun, məs çəkin, aparıq ikisində Qur'anın yanına. Qur'andan nə çıxırdı? Məs çəkin. Deməli biz yuyun hədislərini qoymalıyıq kənara, Qur'anla uzlaşan hədisləri ki, məs çəkindir. Qur'an məs deyib, bu hədis məs deyib. Mən bunu götürməliyəm, yuyun hədislərini kənara qoymalıyam. İkinci qayda usul elmində, hədis elmində. Mənə iki cür hədis gəlib. Yuyun, məs çəkin. Uyğun gəlmir. Burada təaraza, hədislər bir-birinə uyğun gəlmir. Təsaqqata, hər iki hədisə atay qırağa. Yemə, uyğunlaşmır. İki hədis uyğunlaşmır. İkinci yolumuz nədir? Qur'ana aparmasaq, iki hədisi atırıq qırağa, qalır nəyin hökmü? Ölənlər rəhmət. Qur'anın hökmü. Qur'an nə deyib? Yuyun, üzün məs çəkin. 3. Axırıncı yolumuz. Quranla bağlı. Gəlsənə biz belə deyək. Nə olar ki? Deyək, tutalım, Allah Taala əmr eləmişdi Peyğəmbərinə, ayaqlarınızı yuyun. O hədislər bizə deyir, Peyğəmbər ayaqların yudu. Allah əmr eləmişdi, Peyğəmbər ayaqlarını yu. Sonra Allah ayə göndərdi, ayə hədisi götürdü. Ayə Allahın kəlamıdır. Hədis cəmaatdan gəlir, düzdür. Ayə deyək, hədisi götürdü ki, bundan sonra Peyğəmbər yuma, ayaqlarına məs çək. Bu daha ağlabatandır. Çünki elə elm budur da. Fiqh elmi budur. İctihad elmi budur. Hədisləri araşdırmaq budur. Müctehid niyə zəhmət çəkir? Yaxud da müfti deyək, fatva verən, Əhl-i-Sünnə dünyasında adətən müfti deyirlər, nəyə zəhmət çəkir? Hədisləri, ayəni uzlaşdırır, araşdırır, yekun bir nəticəyə gəlmək istəyir. Hamısını ortaq məxrəcini tapmaq istəyir. Siz niyə ayənin üstünə hədisləri gətirib ayəni götürürsünüz? Gəlin elə belə eləyək. Ayəni gətirək o hədislərin üstünə. Deyək, Allah əmr eləmişdi Peyğəmbər yucunan, sonra Allah ayə göndərdi ki, məsəkinən, ayə hədislərin hökmün götürdü. Bu belə. Yaxşı. Başqa bir mövzu nədir? Hədislər ki var, yuyun, aya onların sənədi baxımından necə? Etiraf edilir. Onların bəziləri Əhl-i-Sünnə mənbəyində səhih nəql olunub, bəziləri isə zəif nəql olunub. O ki, onların hədislərində səhih nəql olunub, müxtəlifdir. Peyğəmbərlə bir yerdəydi, Peyğəmbər dəstəmaz aldı, yaxud da Osmandan hədis var, Osman dəstəmaz aldı, ayaqlarını yudu və dedi ki, Peyğəmbər belə dəstəmaz alırdı. O hədislərin özündə hədis elmində bir şey var. Hədislərin hamısını qoyur, görür, aləm dəyib bir-birinə. Yadınızdasa biz bu barada nəyi sübut gətirdik? Əlləri bağlamaqda dedik. Dedik, əlləri bağlamaqda problemlərdən biri budur. Bəziləri deyir burada, bəziləri deyir belə, bəziləri deyir belə, bəziləri aşağıda göbəyin üstünə, bəziləri deyir sağ solun üstünə, bəziləri sol sağın üstünə, bəziləri deyir biləng, bəziləri deyir belə. Aləm qarışıb bir-birinə. Bu zaman hiss edir ki, burada nəsə qarışıqlı var. Düzgün hədisləri bəzisi olsa da sənədi, onlarda belə var. Baxın, indi yumağa. Biri deyir, əli 2 dəfə yuyub, biri deyir, əli 3 dəfə yuyub. Biri deyir, məshi
2 dəfə çəkdi, biridir məshi 3 dəfə çəkdi ayət başına. 3. Biridir məshi belə çəkdi, biridir belə çəkdi. Keyfiyyətində, necə nəzirində, əvvəl axırında, təqəddüm təəxürdə ixtilaf var. Cürəbəcür. Yumaq neçədə ixtilaf var, məs neçədə ixtilaf var, məshi belə çəkdi, əli belə yudu. Bunlar hamısı bir-birinə qarışıb, yekdir bir fikir yoxdur. Yenə də axırıncı bu hədislərin də müqabilində zəif hədislər var. Bəs zəif hədislərin cavabı nədir? Mən indi zəif hədislərin birinci neçəsini sizə çatdırım. Baxın, o Osmandan nəql olunan hədis ki var, Osman dəstəmaz aldı, həmin hədisin özündə baxın, sənədində İbn Əbi Məlikə var ki, Buxari də ondan nəql eləyib. Əhməd deyir, Munkirül hədis, o adam hədisi rədd eləyərdi. Harada? Tarixül Kəbirdə nəql olunub, 5-ci cild 260-cı səhifədə. İbn Muin deyib onun haqqında zəifun, zəifdir. Nəsai onun haqqında deyib mətrukun, onun hədisi tərk olunur, əməl olunmur. Harada deyib bunları? Ət-Təbəqatul Kubra 5, 363-cü səhifə. Əl-Mizan 2-ci cild 550-ci səhifə. Başqa birində nə var? Başqa birində var ki, Əbdurrəhman İbn Məysərə var, Xəzrəmi. Kimdir? İbnül Mədini onun haqqında ki, məchuldur. Tanımırıq kimdir bu adam. Aleykəssalam. Haradadır? Mizanul İ'tidal kitabında Zəhəbi nəql edib bunu. O cümlədən həmin hədislərin birində kim var? İmarət ibn Osman var. Aleykəssalam. İmarət ibn Osman kimdir? Huvə məchulun. Ən Xuzeymət ibn Sabit ənəhu la yu'raf. Xuzeymə deyir ki, heç onu tanımaq olmur bu adam kimdir. Bunu harada deyiblər? Təhsibul Kəmal, Mizanul İ'tidal. Bir-bir. Mənim əlimdə olan kitaba qardaşlar baxa bilər. Mən bir neçəsini dedim. Hədislərin özündə hətta zəifdir. Sənədləri bilinmir. Axırıncısını deyim siz üçün. Axırıncısını. Bu alim daha yaxşı araşdırıb. Baxın. Onların bəzilərində Həmrandandır ki, yaxud da bəziləri burada Abdullah ibn Zeyd'dəndir. Özləri deyirlər bu hədislərin barəsində hədisin zəif olmaq baxımından. Mən siz üçün bunu nəql edeyim. Görün bunlar nə deyirlər. Yazırlar ki, bu hədisləri nəql edən bu alimlər ki var, Xüləs Sünən İbn Macidə də var. Əbu Həyyə bunu nəql edən ravidir. Zəhəbi Mizanul İ'tidal kitabında ki, hədis elmində olan şəxsiyyətlər barəsində yazır ki, o tanınmayan bir adamdır. Bu hədis tanınmayan bir adamdandır. O cümlədən başqa birisi ki, o məchul adamdır. Əbu İshaqdan gələn hədis, Əbu İsa haqqında nə deyirlər? O zəifdir, onun hafizəsi, yaddaşı zəifləmişdir. Cəmaət onu hədisin qəbul eləmirdilər. Hafizəsi zəifdir, bilinmir bu hədisdən nə danışır. Yəni, hədis elmində nəql olunan, bunların şəxsiyyəti barəsində kitabları hamısını gətirdə bizim vaxtımız olmaz. Mən bir neçəsini işarə elədim ki, bu hədislər onlardan nəql olunub. Onlar kimlərdir? Tanınmayan, məchul, hafizəsi, yaddaşı zəif olan adamlardılar. Amma bəs sənəd baxımından məhz çəkməyə o hədislər necə? Mən bir neçəsini deyirəm. Buxarinin hədisi ki vardı, qeyd etdi. Onu Əhməd, İbn Əbi Şeybə, İbn Əbi Ömər, Bəğəvi, Təbərani, Mavurdi özləri o hədisi kitabında gətirirlər, sünənlərində deyirlər, ayağa məhz çəkmə hədisləri düzgündür. Bu kişiləri biz düzgün bilirik. Bizim işimiz bu məhzlə bağlı idi. Yumaqla bağlı da ya zəifdir, ya da düzgündür. Düzgünlər də qaçışıqdır. 3 dəfə yox, 4 dəfə yox, üzr istəyirəm. 2 dəfə yox, 3 dəfə yox. Məhsi necə çək? Müxtəlif formalarda deyilib.